İstefa şüarları asimana bülənd oldu. Bəzi adlar var ki, aldığı pulun haqqını vermir. Yəni o dəyərdə futbolçu olmadığını göstərir. Bəzi adlar var ki, Turantobuz adının haqqını vermir. Rəhbərliyin indi iradəsi vacibdir. Çünki komandada biz ölkə futbolunda hər zaman deyirik ki, klub rəhbərləri məşqçiyə şans tanımalıdır, iradə göstərməlidir, daha həvəskar yox, daha peşəkar yanaşmalıdır, daha ciddi yanaşmalıdır bu məsələlərə. Bax, indi də Turantobuzda bu məqam yetişib. İlk dəfədir bəlkə də bu qədər belə kütləvi etirazlar var və bunun fonunda tamam azarkeş istədi, mən də onu istefaya göndərim deyilərsə, mən düşünürəm ki, bu doğru olmaz. Ən azı mövsümün sonuna qədər dözmək lazımdır. Mövsümün sonu artıq birbaşa nəticə üçün bizə əsas verəcək. Əgər istefa qərarı verilərsə, düşünürəm ki, Turantobuzun işi çox çətin olacaq. Çünki birdən-birə hər şey dəyişərək yeni fəlsəfə, yeni məşqçi ilə uğurlu olmaq ehtimalı az. Ümumiyyətlə, Qurban Berdiyev gedəcəksə komandaya yeni gələcək baş məşqçidən Avrokuboklar istəmək, nəticə istəmək mümkün olmayacaq. Məsələn, Yunis Hüseynov mətbuat üzərindən komanda üçün nə qədər çalışdığını, komanda üçün nə qədər fədakarlığa hazır olduğunu göstərir. İşinlə də, məncə futbol tərəfindən də hər kəsə cavab verilməlidir. Futbol tərəfindən də komanda özünü göstərməlidir. David Hüseynovun gedişindən sonra sanki komandada köməkçi məşqçinin işində biz oyuna baxarkən onu hiss eləməsək də klubu ümumi belə bir dərin analiz etdikdə, dərin proseslərə baxdıqda, oradan gələn siqnallara baxdıqda, ümumi prosesə baxdıqda görürük ki, Yunis Hüseynov tam olaraq Cavid Hüseynovu və yaxud da ümumiyyətlə bir Qurban Berdiyev köməkçisi postunu layiqincə sanki tamamlamır. Orada hansısa bir problemlər mi var, anlaşılmazlıq mı var, hansısa bir iş birliyində axsımalar mı var, futbolçularla ünsiyyətdə mi problemlər var?